qədər düzdür. Azərbaycan Respublikasının əməkdar artisti, ya xalq artisti, heç əməkdar xalq artisti deyil, amma tanınmışdır, ünlüdür. İmkanları genişdir. Çox geniş imkanları var, amma dilənir, əl açır. Təbii ki, mən adını çəkməyəcəm. Bir nəfəri görürəm hər dəfə. Mən onun əvəzinə ölürəm, yerə girirəm. Gündə 100 dəfə ölüb onun əvəzinə yerə girirəm. Deyirlər ki, bir donuz əskiydi. Biz uşaq olanda həmişə bir rayonda, ya kətdə, ya digər bir yerdə insanların o sosial səviyyəsindən bağlı, sosiallığından danışanda deyirdilər ki, çox varlıdır, imkanlıdır. Belə izah edirdilər. O kişinin, o arvadın bir donuzu əksikdir. Bu müğənninin donuzu əskikdir. Donuz o yek əlini də açır, pul yığır hamından. Pul yığır. Ayıb deyir sənə ki, nə bilim, bu Kəmalə Günəşlidir, bu Aytaş Tovuzludur, bu Şəbnəm Tovuzludur, bu nə bilim, kimdir gətirib sənin ocuva pul qoyur. Bəs sən utanmırsan? Onların nəyi var ki, sən onlardan pul dilənirsən, utanmadan əlvi də açırsan. Hər şeyin var. Bircə dənə donuzun əksikdir evindən. Hər şeyin var, divarların qızıldandır. Yığışdırın da hörmətli sənətdə olan o sənət qadınları, hələ kişiləri demir amma, kişilər abırlıdır. Bizim bəzi qadınlarımız çox abırsız və dilənçidir. Sənin yervə mən ölüb yerə girirəm. Sənin o sənətin var ha, kəllüyə dəksin. Sara Səfradan bu qədər.